Transport Xəbər kanalından xoş gəldiniz. Bugün yeni xəbərlərimiz var. Bu xəbərlərin hamısı Transformersa aiddir. Özdə çox əla xəbərlərdir. İnsan eşitsə də inana bilmir. Bilirsiniz ki, Michael Bay geri gəldi və eski ekibi toplamaya çalışır. Eski ekibi də bilərsiniz də yəqin. Sam Witwicky, Michaela və sair bəzi karakterlər. Bunlar eski ekibdir. Bilirsiniz ki, bunlar dağılmışdı və Transformers bir də bunların üzünü görməyəcəyi bilirdi. Amma altdan Michael Bay bu karakterlərlə əlaqə saxlayırmış. Hardan mı bildim? Bir çox karakter deyir ki, Michael Bay məndən əlaqə saxladı, mənə Transformersa dəvət elədi. Və şu ana qədər hamısı da qəbul edilib. İçlərində Sam Witwicky də daxil. İndi yavaş-yavaş irəliləyəcəz. Amma böyük ehtimal Michael Bay Michaela'yı çağırmayacaq. Səbəbi Michael Bay Michaela ilə böyük dava eləmişdi. Buna görə də Michaela'yı çağıracağını çox sanmıram. Amma ondan qalan deyəsən bütün ekip gələcək. Sam Witwicky bunu qəbul edib. Keçən həftə Sam Witwicky təzə bir çizgi roman proqramına qatılmışdı. Və orada bir hayran Sam Witwicky'dən soruşdu. Hansı işlərlə məşğul olursan? Sam Witwicky isə Transformers logosunu göstərərək bu işlərlə məşğul oluram cavabını verdi. Yəqin Sam Witwicky Transformers'a geri qayıdacaq. Və eski ekipdən bir çox karakter dediyinə görə Michael Bay onlarla əlaqə saxlayıb və onları Transformers'ın yeni filminə dəvət edir. Və onlar da qəbul edib. Yəni, bir çoxu qəbul edib. Eski ekibin dördlüyücü yığılıb. İndi bəziləriniz deyəcək ki, biz bu xəbərləri illərdir eşidirik. Düzdür, illərlə eşidirik, amma hələ də ortada bir film və ya dizi yoxdur. Amma bu dəfə işlər ciddidir. İşlər normaldakından daha ciddidir. Əslində düz deyirsiniz, illərdir eşidirik, amma o vaxtlar işə minmiş bir dizi yox idi. İndi isə markalar tərəfindən qəbul edilmiş bir dizi var. Yəni biz burada danışarkən arka planda təzə bir dizi hazırlayırlar. İnanın ki, işlər heç bu qədər ciddiyə minməmişdi. Nəysə, indi keçək digər xəbərimizə. Bu da Transformers haqqdadır. Bilirsiniz ki, Paramount Skydance'ə satıldı. Buna görə də iki marka ortaqlaşdı. Yəni iki marka əslində bir marka kimi bir şeydir. Və sizə onu demək istəyirəm ki, Paramount və Skydance Warner Bros'u satın almaq istəyir. Bəli, səhv eşitmədiniz. Bildiyin satın almaq istəyir. Bu marka çox böyük bir markadır. Keçdiyimiz günlərdə Netflix onu satın aldı. Amma məncə Skydance və Paramount'un əsl amacı onu satın almaq deyil. Yəni onsuz da satılacağını mən çox düşünmürəm. Bu qədər böyük bir markanın satılması məncə məntiqli olmaz. Onsuz da məncə Skydance və Paramount'un əsl amacı onu satın almaq deyil. Diqqətləri üstlərinə çəkməkdir. Çünki diqqətləri üstlərinə çəkdikdən sonra Transformers filmini yayınlayacaqlar. Və hamı bu filmə baxacaq. Buna görə də məncə diqqət çəkmək istəyirlər. Bu sayədə hamı bu filmə baxacaq və qəşəng bir pul miqdarı qazanacaqlar. Təklifin cavabı hələ verilməyib. Yəni bir də gördün, satıldı. Bunu bilmək olmaz. Amma dostlar, bu o deməkdir ki, Skydance və Paramount'da demək ki, pul var. Onsuz da bunu bundan əvvəl də bilirdik. Skydance çox varlı bir şirkətdir. Baxın, Transformers filmi çəkməmək üçün heç bir səbəb yoxdur. Bütcə var, aktyor var, stüdyo var, yönetmən də var. Yəni filmi eləməmək üçün heç bir səbəb yoxdur. Filmi eləyəcəklərindən əminik. Nələrdən danışdıq? Eski ekibin geri qayıtması, Warner Bros'un satılması və onun Skydance və Paramount'un alması. Amma əvvəlcədən deyim dostlar, bu təklifdir sadəcə. Təklifin hələ cavabı gəlməyib. Mən çox satılacağını fikirləşmirəm. İndiyə qədər hamısı yaxşı xəbərlər idi. Amma pis xəbərlərimiz də var. Bilmirəm, bu sizin üçün pis xəbərmi, yaxşı xəbərmi, amma mənim üçün pis xəbərdir. Skydance şirkəti Michael Bay'in serisinə davam etmək istəmir. Michael Bay'in serisi dostlar, bu 5 film olan seridir. Və Skydance 6-cı filmin deyil, seriyə reboot atılıb təzədən başlamasını düşünür. Yəni Michael Bay filmin yöneticisi olaraq bunu o qərar verəcək. Ya seriyə reboot atacaq, ya da 5-ci filmin davamı 6-cı filmi yayınlayacaq. Mən burada 6-cı filmin gəlməsi tərəfdarıyam. Çünki Michael Bay bu seriyə final eləmədi. 5-ci filmdən sonra Bumblebee filmi gəldi. Yəni birinci buna final edib sonra təzə reboot atmaq lazımdı məncə. Nəysə dostlar, bu qədər idi. Amma narahat olmayın, çünki hələ də arxa planda bizim bilmədiyimiz min bir şey var. Mən biraz daha araşdıracağım, tapdığım hər şeyi kanalımda paylaşacağım.
Bəlkə də Skydance və Paramount'un başqa bir fikri var. Bunu bilməmiz üçün onların bizə xəbər verməsi lazımdır. Yəni araşdıracağam artıq. Tapa bildiyim hər şeyi sizə bildirməyə çalışacağam. Nəysə dostlar, bu qədər olsun bu video. Yoruldum mən də. Dostlar, sizdən xahiş edirəm bir də. Bu videoyu mən 2 gündür hazırlamaya çalışıram. Yəni əslində videoyu bugün hazırlamaya başlamışam. Amma 2 gündür təzə Transformers xəbərlərini axtarıram. Tapdığım bütün xəbərləri sizə bildirirəm. Siz də bir like-la abunəyə əsirgəməyin. Sağ olun, salamat qalın.